Babakin doğum yeri haqqında sosial şəbəkələrdə son zamanlar çoxlu məlumatlar verilir. Deyilir ki, güya Mimət nahiyəsində doğulmayıb və yaxud bizim lirik zonasından uzaq bir yerə aparmaq istəyirlər. Bir də onun anasının adı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənirlər. Güya Mahrudur, bir hissəsi deyir Bəhrüməndir. Onun haqqında onu demək istəyirəm ki, hər bir mərd oğlun dünyaya gətirən bir mərd ana olur. Yəni hər bir qəhrəmanın arxasında bir mərd ana olur. Babək də, Babəkin anası Bəhrümən də, xahiş edirəm onun haqqında bizə məlumat verəsiniz. Babək indiki Lerik rayonunun, yəni o vaxt Ərdəbil nahiyəsinə daxil idi. Lerik rayonunun Birlabad kəndində doğulub. Doğulduğu nahiyənin adı ən son İran tarixçisi demişəm, yenə təkrar qoydum. Ən son İran tarixçisi Səid Nəfsi onun doğulduğu yeri belə xarakterizə edir. Bəz nahiyəsi, bəz dağlıq ərazisi Xəzər dənizinin qərbində, Muğan çölünün şərqində olan dağlıq nahiyədir ki, hansı ki Talışa birləşir. Təbii ki, o vaxt bu dağları bir neçə cürə adda adlandırırdılar. Bəziləri buna, bir çoxları ona Alu dağları deyirdilər, Talış dağları deyirdilər, Əhşək dağları deyirdilər. Babəkin anası tarixdən, Əl-Mələcüdən gələk bu tərəfə Əbəcəri Təmimiyə qədər vaxt ta 13-cü əsrdə Monqolların müasiri olan, Çingiz xanın müasiri olan İbn Əl-Əsirə qədər onu çox əzabkeş, əzab çəkən, kasıblıqla uşaq böyüdən bir qadın kimi xarakterizə edirlər. Bəhrüməndir adı. Nədən Bəhrüməndir? Çünki dedim, bütün ərəb dilli mənbələr onun adını Bəhrümənd göstərir. Bəhrümənd, mand talışca qalmış, qalma yer deməkdir, yaşam yeri deməkdir. Bərru, ru da talış dilində çay deməkdir. Bəhrümənd, yəni çayda qalan, çay sakini, çay ətrafında yaşayan deməkdir. Bu Fars dilində deyil. Bəhrümənd bunun adıdır, qadının adıdır, onun anasının adıdır. Çox möhtəşəm bir qadın olmuşdur. Babək, yəni ki, tutularkən onu Qələyi Bərzəndə sonda gətirilərkən, Qələyi Bərzən demişəm, Ərdəbilin 100 kilometrliyindədir. Beləsi var, Ərdəbil beləsi var, yolu üstündədir. Beləsi varın da 80 kilometrliyindədir. Yəni bu yolu getmişəm və o yolu hesablamışıq. Babəkin anası ona görə mərd bir qadın idi ki, Babək tutularkən onu hansı ki Samirə şəhərinə, Bağdadın yaxınlığında tikilmiş yeni paytaxt Samirəyə aparılarkən o qadın da orada idi. Onu da Babəkin arvadı Farslar doktor qıza deyirlər, yəni İbnəti də, onun əsl adı İbnətdir. İbnəti də, onun bir çox qadınlar olmuş, amma əsas qadının adı İbnətdir ki, uşaqları ondandır və oğlanlarını da ora aparmışdılar. Bəhrümənd indi bəzi Avropa mənbələrində, bəzən indi bu dəqiqə millətçilik eləyən mənbələrdə, xüsusən pantürkist mənbələrdə onun adı yalandan dəyişdirilir. Ona nə deyirlər? Qardaşım, nə deyirlər ona? Mahruh. Mahruh deyirlər. Mahruh adı da Fars dilindədir. Bu talışdır. Bunun Farsa nə aidiyyəti var? Mahruh da ayüzlü deməkdir Fars dilində. Bunlar talış deyirlər, talış dilində bu ad olmasın, qoy Fars dilində olsun. Heç bir ərəb mənbəsi, dedim, Əl-Bərləzürdən tutmuş, İbn Nədimdən tutmuş, yəni Füzuli Astravaddan tutmuş, Yaqut Əl-Həməvidən tutmuş. Ən məşhur olanlardan biri kimdir? Əbu Cəlil Məhəmməd Təbəridir.
Məsududur. Babaki ən çox nifrət edən adam, baxmayaraq nifrət anasının da haqqında çox mənfi sözlər yazan məşhur siyasetnamə əsərinin müəllifi kimdir? Nizami el-Mülk. Nizam el-Mülk'tür. Hansı ki 1092-ci ildə onu Həsən Sabbah öldürmüşdür. Bunların hamısı Babakin anasının adını yazırlar Bərumənd. Həqiqətən doğru addır. Bu adın özü Talış dilindədir. Amma bütün bunlara baxmayaraq Babək böyük Azərbaycanın qəhrəmanıdır. Biz Talışlara onu tək aid eləsək, biz onu dairəsini, geniş dairəsini daraltmış olarıq. Bəli. Ona görə Babəkin ordusunda vuruşanların adlarına baxarkən, onun ordusunda Farslar vardı. Yəni yazılır açıq aydın ki, Xorasanlılar ordusunda döyüşürdü. Deyləmlər. Deyləmilər xüsusən yazılır ki, 300 300 min Deyləmi və Azərilər onun köməkçiləridirlər, ordusuna yardım edənlərdirlər və ordusunda döyüşənlərdirlər. Bunlar da yazılır. Ondan başqa yazır ki, İranın ən məşhur şəhəri olan mərkəz İsfahan idi. İsfahandan da nə qədər Babəkin ordusunda döyüşənlər olmuşdur. İsmət Əl-Kürdü görürsünüz, Kürddür. Babəkin sərkərdələrindən biridir. Tərxan Babəkin sərkərdəsidir. Yəni onu bəziləri iddia edirlər ki, bu türkdür. Amma bu türk olsaydı daha gözəl. Nəyi pisdir ki bunun? Sonra daha başqa sərkərdələri vardı ki, Azindir. Azin də onun baş sərkərdəsi. Çox vaxt kinoda bu düzdür, o əks etdirilmir. Azin onun baş sərkərdəsidir. Onun öz qardaşlarının da adı Abdullahdır. Birinin adı da Maviyədir. Hər iki qardaşı da ordu sərkərdəsi olmuşdur. Hər ikisi də öldürülüb. Bəli, bir döyüşdə öldürülüb, biri də Bağdadda körpüdən, Abdullah körpüdən asılaraq öldürülmüşdür. Bu Babəkin anası haqqında, əzabkeş anası haqqında bunları deyə bilərik. Babəkin bəzi mənbələrdə 17 oğlu, bəzi mənbələrdə 7 oğlu olduğunu iddia edirlər, yazılır. Bunlar nə qədər doğrudur, bu qalıb Allah bilər. Amma bu da var ki, Babək edam edilərkən Samirədə axır ki orada bir insan tapılır ki, şərəfsiz bir insan olan xəlifə Möhtəsimə deyir ki, Möhtəsim əmr edir ki, bütün oğlanları da onunla birlikdə edam eləsinlər. Balaca körpə uşaqlar hətta. Amma Şeyxülislam görürsünüzmü buna qarışır, deyir, bu din buna icazə vermir. Yalnız 14 yaşdan yuxarı oğlanların edam elə bilərsən. Qalan uşaqları edama düşmür. Təbii ki, belə də olmuşdur. Biz Babəkin edamı haqqında deyilərkən, Babək tək edam edilməyib. Bütün uşaqları da 14 yaşdan yuxarı oğlanları da onunla birlikdə öldürülmüşdür. Babək Azərbaycan xalqının keçən minillikdə olan ən möhtəşəm qəhrəmanıdır. O bütün Azərbaycanın qəhrəmanı. Düzdür, Səid Nəfisi onu böyük İranın məşhur qəhrəmanı adlandırır. Onu Firdovsinin obrazları ilə, Rüstəmlə, Gavərlərlə müqayisə edir. Onu da o qədər möhtəşəm qəhrəman hesab edir. Amma biz deyirik ki, Babək Azərbaycan xalqının böyük qəhrəman oğludur. Bəli, biz onunla fəxr edirik. Sağ Təşəkkür. olun, sizə təşəkkür edirəm. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Var olun. Var olasın.